Mən ürək xəstəliyindən, ASD-dən əziyyət çəkirəm. Bu xəstəlik mənə çox əziyyət verir. Əsasən də uşaqlıqdan bəri təngnəfəslik, hətta indiki yaşlarımda belə məndə ürək sancıları olur və çox yoruluram. Biz sentral hospitala gəldik. Artıq inşallah bu gün mən əməliyyat olacağam. 20 yaşında tələbə bir qız klinikamıza təngnəfəslik şikayətləri ilə müraciət edib. Klinikamızda qulaqçılararası çəpər defekti, anadan gəlmə ürək qüsuru aşkarlanmışdır və bu gün qulaqçılararası çəpər defektinin ləğvi əməliyyatına başlayırıq. İnşallah hər şey yaxşı olar. Əməliyyatımız uğurla nəticələndi. İnşallah 5-6 gün sonra da xəstəmiz evə yola salınacaq.